أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Değerli dinleyiciler, bir günümüz 24 saattir. İnsan bəzən düşünür, görəsən 24 saatini ibadət edən birisi varmı? Ola bilərmi ki, bir insan Allahın ona verdiyi bütün zamanını ibadətdə keçirsin? Əlbəttə ki, ilk baxışdan bunu insan xəyal edəndə düşünür ki, nə xoşbəxtdir o adam. Heç bu mümkündürmü? Amma cavabı budur ki, əslində sənin Rəbbin sənə bunun üçün böyük fürsət vermişdi. Bəli, bizim Rəbbimizin adlarının içində çoxluğunu təşkil edən mərhəmət, bağışlayan, çoxaldan, bəxşiş verən, yol açan, hidayət edən adları ki var. Bu əslində hələ Rəbbimizin mərhəməti bu yerlərdə özünü daha çox göstərir ki, o sənə elə fürsətlər vermişdi ki, əgər sən sözə qulaq assan, əgər sən qarşına məqsəd qoysan, 24 saat ibadət etmiş olarsan. Bəli, bu mümkündür. Bunun üçün hökmən deyildir ki, 24 saat namaz qılmalısan. Xeyr, əsla. Əvvələn, dəyərli insanlar, unutmayaq. Rabbimiz bizə bir sutkamızın 5 vaxtı namazı bir sutkanın içində qılmağa əmr etmişdi. Birinci baxış budur. Gəlin bunu bir silsilə ilə gələk, görək ki, biz hansı işləri görsək, 24 saatı ibadətdə keçirdə bilərik. Birinci namazdır. Daha doğrusu vacib olan əməllərdir ki, onun başında namaz gəlir. Sənə Rəbbin gün ərzində 5 vaxtı hamının öz vaxtlarında namaz qılmağı əmr etmişdi. Bu 5 vaxtı namazı bir yerə toparlasan, belə, yəni ən qısa şəkildə qılınsa, bir yarım saat, 40 dəqiqəsini götürər. 1 saat olsun. Yəni bu 24 saat etmir də, amma unutmayaq. Bilək ki, bu 5 vaxtı namaz Allahın bizdən gündəlik tələbidir. Yəni bunu ödəməsən, cəhənnəm əhlisən. Namaz olmasa, namaz qılmayan cəhənnəm əhlidir. Necə ki, Qur'an-ı Kərimdə ayədir. Cəhənnəm əhlindən soruşular, Sakar əhlindən. Sizi bu Sakara salan nə oldu? Onlar deyərlər, biz namaz qılanlardan deyildik. Ayəyə görə aydındır ki, namaz qılmasan cəhənnəm əhlisən. Kimsə bunun ardıyca şeytanın sözlərini gətirməsin. Evlə namaz qılanlar var ki, bax demə o sözü. Rəbbinin ayəsinə təkəbbür göstərmə, namaz qıl. Bu qədər sözü öyrənənə qədər hələ namazı öyrən, namazı danış, özünü əbədi cəhənnəmdən xilas elə. Bu hökməndir. Deməli, Rabbimiz bizdən gün ərzində əsasən bunu tələb etmişdi. Bunu qılsan, Rabbin deyir, mənim haqqımı ödədin. Sənin günübün qalan hissəsi sənə halal olsun. Yoxsa heç nə sənə halal deyil. Allahın haqqını ödəməmisən. Qiyamət günü tərəziyə qoyulacaq, birinci əməl namaz olacaq.
kimin namazı keçdisə tərəzidən, namaz da tərəzidən keçməlidir, ha. Yəni, o meyardan keçməlidir. Hər namaz qılan da oradan keçməyəcək. Namaz Rəsulullahın namazına oxşamasa, o tərəzidən keçmir. Çünki Rəsulullahın namazı kimi namaz qoyulmalıdır tərəziyin gözünə. Yoxsa sən necə istəsən qılmısan, deyil. Allahın Rəsulunun namazı. Namaz tərəzidən keçdisə, Allahın Rəsulu buyurur, bu qudsi hədisdir. Yəni, Rəsulullahın dediyi hədis deyil. Allahın vəhy etdiyi, Qur'ana daxil olmayıb, Qur'andan kənar olan Allah kəlamlarındandır. Bunlara deyirlər qudsi hədislər. Allah deyir, namazı keçdisə qulun, ondan sonraki bütün işləri rahat gedəcək. Namazı gəlmədisə, namazı yoxdursa, onun bütün yaxşı işləri zayi olacaq. Namaz qılmamısan mənə, baş əyməmisən mənə, əl açıb məndən yardım istəməmisən. Yəni, namazda kənar başqadır, kənar nafilədir. Namazda mənə səcdə etməmisənsə, sənin bundan sonraki sədaqən nəyimə lazımdır? Sən yaxşı adam olmusan, mənə nə? Mən zaten yaxşı adam olmusan, sənin ruzumu verdim, sağlamlığımı verdim, səninlə ödəşdim. Cənnətə getmək üçün namaz lazımdır. Dəyərli insanlar, yaxşı bunu başa düşdük. Gün ərzində biz 5 vaxtı namaz fərzdir. Bunu etdik, bu zamanı Allah ilə keçirtmiş olduq. Bəs digər zamanlar Allah Subhanahu taala yenə qudsi bir hədisdə buyurur. Qulum əgər fərz əməllərindən başqa nafilə əməllərini edərsə, nafilə sözü vacib olmayan könüllü ibadət növlərinə deyilir. Misal üçün, sübh namazını qıldığın 2 rükət. Ondan əlavə də 2 rükət sübhün sünnəsini qılırsansa, zöhr namazı 4 rükətdir, zöhrün sünnələri var. Əsr namazının sünnələri var. Məğrib, işa, bütün namazların sünnələri var. Ramazan orucu vacibdir, sünnə orucları var. Onlara nafilə orucları deyirlər. Həftənin 1-ci, 4-cü günü, hər ayın 13, 14, 15-i İslam təqvimi ilə, Mühərrəm orucu, Aşura orucu, yəni nə qədər oruclar varsa, Ramazandan kənarda olan bütün oruclara nafilə orucları deyilir. 5 vaxtı namazdan başqa bütün namazlara nafilə namazları deyilir. Cümə və bayram namazlarından başqa. Deməli, əgər sən, dəyərli insan, gün ərzində 5 vaxtı namazdan başqa nafilə namazlarını qılarsansa, Allah qudsi hədisdə deyir, əgər qulum fərz əməllərindən başqa nafilə əməllərini edərsə, mən o qulumun görən gözü, tutan əli, eşidən qulağı olaram. Bu hədis uzundur. Sadəcə olaraq hədisin bütün versiyalarını deyəndə mövzu uzun çəkir. Baxın, gör Rəbbin sənin üçün nə deyir? Sən əgər nafilə əməllərini edərsənsə, yəni o sənə vacib deyil idi. Sən könüllü etdin onu. Könüllü. Allahım, sən mənə demisən, sübh namazını qıl 2 rükət. Ey mənim ilahım, mən öz xoşumla 2 rükətdə buna əlavə edirəm. Amma öz başına olmaz ha. Rəsulullahın göstərdiyi qaydada. Yəni, mən necə istəyirəm edirəm deyil. Gərək qaydaya uyğun, nafilə ibadətlərini də qaydaya uyğun edəsən. Allahım, mən 2 də bunu əlavəni edirəm. Allahım, zöhrü 4 rükət demişdin. Ey ilahım, mən 6 rükət də ona əlavə edirəm. 10 rükət qılıram. Bax, sən bunları etdiksə, bunlar sənə vacib deyildi. Danışdığımız kimi, 5 vaxtı namazı qılmışdınsa,
sağlam, gözəl, sən cənnət əhlisən Allahın izni ilə. Allaha şərik qoşmasan, cənnət əhlisən. Rəbbin səni təmizləyəcək. Amma sən bu nafilələri etməklə sən zamanının böyük bir hissəsini də Rəbbinə ayırmış oldun. Yəni 5 vaxtı namazın üstünə, misal üçün 6-7 vaxtda namaz gətirdin. Bu da sənin gününün Allaha aid olan hissəsini çoxaltdı. Çünki qiyamət günü Allah bir qulu hesaba çəkərkən mələklərinə deyəcək, qulumun ömrü nə qədər idi? Deyiləcək ömrü, misal üçün, indi bizim yaşadığımız təqvimlə hesablasaq, filan kəs yaşadı 55 il, 3 gün 5 saat. Allah deyəcək, onun bütün ömrünü qoyun tərəziyə. Üzr istəyirəm. Onun bütün ömrünün içində nə mənə aiddir, onu çıxardın. Nə öz keyfinə edib, onu ayırın. Və Allahın Rəsulu deyir, insan ömrünün içindən Allaha aid olan hissə götürüləndən sonra, insan görəndə ki, aman Allahım, mənim həyatımın nə qədər az hissəsi Allah ilə olub, Allahın Rəsulu deyəcək, onun bağrı partlayacaq. Bağrı partlayacaq ki, mən nə uduzdum, nə etdim. Baxın, sən nafilə namazını qılsan, deməli, sənin Allah ilə olan zamanın çoxaldı. 5 vaxtı namaz idi, bu namazlar da ona qoşuldu. Misal üçün, 1 saat idi, 1 saat da ona qoşuldu. Sənin günüvün 2 saatı oldu Allah ilə məşğul olmaq. Yaxşı, bizim həyatımız elə ibadətlə keçsə, bəs bizim ailəmizi kim saxlayacaq? Bəs bizim sağlamlığımızı kim edəcək? Bəs bizim vətənimizi kim qoruyacaq? Və yaxud da ki, insanlarla yardımlaşmada kim olacaq? Bəs biz nə edəcəyik? Elə ancaq ibadətdə olsaq necə olacaq? Bax, budur Rəbbinin mərhəməti. Sənin Rabbin gör sənə, bizə nə qapılar açmışdı. Sən yatmaq istəyirsən. Təbiidir ki, insan bədəni fizionomiyası elə qurulmuşdur ki, o gün ərzində bədənin itirdiyi proteinləri bərpa etmək üçün hökmən beyin yatmalıdır. Minimum 6 saat. 5 saat yarım 6 saatdır. Maksimum 8 saatdır. Yatmalıdır ki, beyin itirdiyi hüceyrələri bərpa etsin. Ölmüş hüceyrələri diriltsin. Beləcə bədən özünü özünə qaytarır. Bəs mən yatsam, yatdım axı. Özüm üçün yatdım. Yorğun idim, yatdım. Gör Rəbbin nə deyir sənə. Ey Allahın qulu, axşam yatışında, İşa namazından sonra, ki İşa namazı 4 rükətdir. Sonra 2 rükətdə sünnəsi var. Onu da qıldın. Allahın Rəsulu deyir, kim ondan sonra 2 rükətdə namaz qılarsa, hələ onu İşa sünnəsi kimi də niyyət etmək olar. Kim 2 rükət İşa namazının sünnəsindən sonra namaz qılarsa, sübh oyanana qədər Allah onun zamanını namazda yazar. Səhərə qədər ibadət edib. Sən yatmısan. 4 saatdır, 3 saatdır, nə qədərdirsə. Mələklər yazırlar, namaz qılır. Ta ki sən oyandın. Hər halda ya gecə namazına oyanacaqsan, ya sübh namazına oyanacaqsan. Gördünmü, sənin Rəbbin, sənin yatmaqda keçirtdiyin zamanı, sən orada Allahın bir tapşırığını etdiyinə görə, sənin yatmağın da ibadətdə sayılır. İndi qiyamət günü Allaha həsr olunan ömür ölçüsündə sənin ömrünə əlavə olundu, yatarkən 2 rükət namazı qıldığına görə o zamanın da Allaha həsr olundu. Düşdün onun içinə. Yəni sənin zamanın düşdü
Allaha aid olan ömrün içinə. Deməli, sənin ömrünün içindən Allaha aid olanlar çıxanda artıq o böyüyür. Orada çox işlər olur. Hələ bu nədir? Sən yemək yeyirsən, dostlarınla, ailənlə və yaxud da ki, tək özün yemək yeyirsən. Yeməyi başlayanda Bismillah dedin. Yeməyi bitirəndə Elhamdülillah dedinsə, həm yemək sənin halalın olur, həm də yeməkdə keçirdiyin zaman yeyib içməkdə keçən zaman olmadı. Allah üçün keçən zaman oldu. Miniyə minmisən, yol gedirsən. Miniyə minəndə minik duası var. Yəni, hər miniyi olan müsülman kişi və qadınlar bunu əzbərləsinlər. Müsülman qalası kitabında yazılmışdı. Və yaxud da ki, Google-da yazın minik duası. Minik duası yazın, gələcəkdir. Bismillah, elhamdülillah, subhanəllezi səxxərə lənə həzə. Bax, həmən zikir. Onu əzbərlə, dəyərli miniyi olan müsülmanlar. Sən miniyinə oturduqda, o zikri etdikdə, miniyindən düşənə qədər Allahın zikrindəsən. Və o miniyin haqqını ödəmiş oldun. Bu da sənin üçün zaman qazamı. Zaman qazandın. Evindən çıxırsan, iş yerinə gedirsən. Ayaqla yol gedəcəksən. Evindən çıxanda dedin, Bismillah, təvəkkəltu alallah, və la havlə və la quvvətə illə billah. Bunların hamısının yazılı forması müsülman qalasında vardır. Və yaxud da ki, ayrılıqda yazın, Google-da gələcəkdir. Evdən çıxarkən edilən zikir. Evinə qaydana qədər, sən evinə qaydana qədər səni qoruyan mələk tapılır yanında. Bütün şər qüvvədən səni qoruyur. Bax, bütün bu zamanın keçdi Allah ilə. Dəyərli müsülman, sən təsəvvür edirsənmi? Sən yemək yeyirsən, zamanın yazılır Allah üçün, Allaha həsr olunub. Sən minik sürülsən, yazılır Allah ilədir, ibadət edir. Sən yatmısan, yazılır, ibadət edir. Yemək yeyirsən, yazılır, ibadət edir. Nafilə namazı qılırsan, 5 vaxtı namaz qılırsan, yazılır, ibadət edir. Daha bunlar təbii idi. Amma o biriləri isə qeyri-adi idi, normal deyil idi. Sən minik sürürsən, yazılır, ibadət edir. Ey Allahın qulu, bax, beləcə sən bütün həyatını Allaha həsr edə bilərsən. Əlbəttə ki, dinləyicilərin bəziləri belə sual verəcək. Bəlkə də köksümüzdə oyandı bu cür sual. Bəs bizim də haqqımız var axı. İstirahat etmə haqqımızdır axı. Suallar verilir. Domino oynamaq olarmı? Bilyard oynamaq olarmı? Futbol oynamaq olarmı? Cavabı əlbəttə ki, olar. Əlbəttə ki. Oyunların içində haram olan nərddir, bir də şahmatdır. Bu iki oyunlardan başqa heç bir, yəni əyləncə oyunları haram deyil, haqqındır. Şeytan çarxına mindin, nə bilim, fırlandın, əyləncə mərkəzlərində istirahat etdin. Əgər halal bir iş görürsənsə, bunların hamısı mubahdır. Futbol oynamaq istəyirsən, futbol oynaya bilərsən. Haqqındır. Amma bizim mövzu nədir? Bizim dərs mövzumuz nədir? Bizim dərs mövzumuz 24 saatını Allah ilə keçirdənlərdəndir. Biz ondan danışırıq. Əlbəttə ki, futbol haqqındır. Oyna futbol. Bilyard oyna. Tenis oyna. Amma qiyamət günü ömrün tərəziyə qoyulanda bilyard halal idi deyə səni hesaba çəkərkən bu gözəl bilyard oynayan olub deyə səni orada tərifləməyəcəklər ki. Və yaxud da ki, bu çox gözəl futbolçu idi deyə bunu cənnətin dərəcəsini yüksəldin deyilməyəcək ki. Bəli, orada bunlar
Allah üçün sayılmır, özün üçün sayılır. Amma halalındır. Oynayarsansa, sənə buna görə sən nə cahilsən, buna günahdır etdin, yox, əsla, əsla. Haqqındır, et. Amma unutma, 24 saat onlardan deyilsən. 24 saat Allah ilə zamanını keçirənlərdən deyilsən, dəyərli müsəlman. Bax, bizim məqsədimiz budur. Buna çatmaq istəyirik və unutma, 5 vaxtı namaz mənə əmr olunub, onu edirəm. Düz deyirsən. Bundan başqa namaz qılmırsansa, sən cənnət əhlisən, əgər Allaha şərik qoşmasan. Amma səni yaradan Allah şahiddir ki, qiyamət günü inanılmaz peşimançılıq olacaq. Bu sözü dediyimizə görə. 5 vaxtı namaz tələb olunub, mən onu da edirəm. Bir Ramazandır, onu da edirəm. Allah şahiddir ki, bunu sağlam etsən, cənnət əhlisən. Amma necə peşimançılıq olacaqdır. Çünki dəyməz, dəyərli insan. İnan ki, sən əyləncə deyirsən, ha. Əlbəttə əyləncə haqqındır. Bilirsən Allahın yaratdığı nə gözəl əyləncələr var. Günəşin doğuşunu seyr etmək. Günəş batarkən sakit, tək bir gözəl mənzərədə oturub onun batışını seyr etmək. Bilirsən nə gözəl əyləncədir o. Əsli əyləncə odur. Çünki onu seyr etdikcə könlün yumuşalır, qəlbin kövrəlir, dərin duyğulara qalırsan və o hisslərdən ayrılanda quş kimi, göylərdə uçurmuş kimi özünü hiss edirsən. İstirahət budur. Yoxsa domino oynamağa getdim, istirahətə gedirik. Getdik, bilyard oynadıq, axırda bilyard oynadığın dostunla mübahisə etdin, domino oynadığın dostunla niyə daşımı vurdun deyib, dava-dalaş salıb, qəzəbli evinə qayıtdın. Bu da sənin istirahətin. Budurmu sənin istirahətin? Budurmu axtardığın haqq? Mənim haqqımdır deyib, niyə biz də vaxtımızı əyləncəli keçirtməyək ki? Gözəl əyləncələr vardır, dəyərli insanlar. Allahı sənə xatırladan hər an sənin əsli əyləncən odur. Danışdığımız kimi, dəyərli insan, sənin haqqındır, edə bilərsən, mövzu budur, 24 saatı Allah ilə keçirənlərdən olmaq istəyirsənsə, o zaman vaxtının dəyərini bil, hər dəqiqənin dəyərini bil. Allahın rəsulları heç bir şübhə yoxdur ki, cənnət əhlidirlər, Allahın rəsulları. Amma sahabələr deyir, Allahın rəsulu məclisdə olanda, onun söhbəti qurtarandan sonra, biz görəndə ki, o boş qalır, görürdük, dodaqları pıçıldayır. Və sahabələr deyir, biz diqqətlə baxırdıq, görürdük ki, o deyir, əstəğfirullah, əstəğfirullah. Baxın, bu göstərir ki, o adam, o şəxs həyatının qiymətini bildi. O demədi, Allahdan danışdıq, indi də biraz əylənək, biraz boşluq tapaq, biraz deyib gülək. Bəli, əlbəttə gülmək haqqındır. O da olur. Həyatımızda bu o demək deyildir ki, qaraqabaq kimi, ancaq ibadət, ancaq bu, yəni ibadətin də elə halları vardır ki, Allah sənə hər şeyi yaşadır. Allah səni həm güldürür, Allah səni həm düşündürür. Sadəcə olaraq Rəbbimiz bizdən istəyir ciddi bir həyat. Təlxək həyatı deyil. Haqqımdır gülmək deyib, həyatını təlxəklərlə keçirtmək deyil. Haqqımdır, namazımı qılmışam, dua da eləmişəm, oturdum telefondan, əyləncəli bir şeylərə baxdım. Hər birimizin yaşadığı haldır, ha. Yəni, bu bizim hər birimizin yaşadığı haldır. Ki, bəzən əyləncəli bir şeylərə də baxıb, güya biraz könlümüzü rahatlaşdırırıq kimi. Halbuki bizim ən zərərli vaxtımız elə o gözəl zamanı
itirməyi belə-belə hallarda keçirtməkdir. Dəyərli insanlar, bu bir nəsihətdir. İlk öncə özümə, çaş ki bunu bacaraydıq. Sonra da bunu sizə nəsihətdir. Bacardığımız qədər zamanı Allah ilə keçirdək. Allah ilə keçən zamanımız ən gözəl zamanımızdır, ən xeyirli zamanımızdır. O bizə, başımıza ucalıq gətirəcək. Qiyamət günü o səni o qədər ucaldacaq ki, hətta sənə baxıb bu kimdir görəsən deyəcək qədər, hətta Rasullar belə görəsən bu kimdir deyə qibtə şəklində baxılacaq insanlar olacaq qiyamət günü. Allah bizləri helələrindən etsin. O, bugün bizim əlimizdədir. Təəssüflər olsun ki, biz müəyyən qədər bacarıb, müəyyən qədər uduzuruq şeytana. Amma gəlin mübarizə aparaq. Vaxtımızı Allah ilə daha çox keçirdək. Onun da ki, yolu sünnəni bilməkdir. Sünnəni oxuyun, sünnəni öyrənin. Rasulullahın hədislərini öyrənin ki, bax, bütün bu zikirləri vaxtında et ki, 24 saat Allahı zikr etmiş olarsan. Allah bizi bu gözəlliyə müvəffəq eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.